Paytaxtın məşhur ticarət mərkəzlərindən birində qətl hadisəsi törədilib. Əmlak şirkətinin rəhbəri olan Sabir Camalov adlı şəxs işçisi Orxan Yusufovu öldürüb. Ağır cinayət Xətai rayonunda yerləşən Amay Ticarət Mərkəzinin dayanacağında baş verib. Müdir öz işçisini iş yerində bıçaqlayaraq həyatına son qoyub. Burada fəaliyyət göstərirdi onlar. Hə, burada işləyir. Nə istəsində öldürüb? Mən o bizdə bir ofisdə burada. Hadisə yerinə mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Orxan Yusufovun hadisə yerində öldüyü məlum olub. Cinayətdə istifadə olunan bıçaq istintaq əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Cinayət hadisəsi ticarət mərkəzinin dayanacağının bu hissəsində baş verib. Məlumata görə Sabir və Orxan aralarında yaranan mübahisə aydınlıq gətirmək üçün bura gəliblər və həmən mübahisə tərəflər arasında davaya çevrilib. Hələlik məlum olmayan səbəbdən Sabir üzərində gətirdiyi bıçaqla Orxana bir neçə zərbə endirib və o aldığı bıçaq zərbələrini elə və çoxlu qan izindən də görmək olur ki, o hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Xətai şöbəsinə təhvil verilib. Öz işçisini öldürməkdə şübhəli bilinən Sabir Camalov isə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir. Qətlin pul üstündə törədildiyi iddia edilsə də, dəqiq təfərrüatlar istintaqın sonunda bəlli olacaq. Rəşad Vəkiloğlu, Nadir Zəllov, Space xəbər.